Deyir, biri şeytanla mübahisə elədi. Dedi ki, sən çox iş görürsən, mən çox iş. Dedi ki, yoxla da. Bu getdi burada, bu işi gördü, o işi gördü, o işi gördü. Gəldi, gördü şeytan elə oturub orada. Dedi, sən hələ heç nə eləməmişsən, mən cəmaatın, kəndin yarısını qırdırmışam bir-birinə. Şeytan dedi, gəl ora bax. 2 dənə naməhrəmi orada calaşdırmışdı şeytan bir-birinə. Dedi ki, mən də bu səndən istehsal edirəm burada. Bu, bayaq dediyimiz şübhəyə daxil olmaq bunun özünə aiddir. Burada amma bu şübhə istehsal edir. Şübhə çıxardır ortalığa, haqqı batil kimi, batildə haqq kimi qələmə verir. Hətta Əleyhisselam başqa xütbələrinin birində var ki, deyir, haqqı da tanıyırsınız. Üstünə pərdə çəkirsiniz, eləyirsiniz batil. Batili də tanıyırsınız, bəziyirsiniz, eləyirsiniz haqq. Bunu bir dəstəyə deyir. Hətta bir dəstəni isə deyir ki, deyir, siz haqqı da tanıyırsınız, batili də tanıyırsınız. Bədbəxtlər, bir qism bundan götürürsünüz, bir qismin bundan asartı eləyirsiniz, gedirsiniz. Namaz da qılır, məsələn, haram məclisə də gedir. Oruc da tutur, qeybət də eləyir. Ondan sonra nə bilim də, misal vursuq, çoxdur bu misallar.